Vətəninfo.az informasiya portalının yaranmasından bugün düz 14 il ötür. Bu təkcə bir rəqəm deyil, həm də zəhmət, prinsipiallıq və peşəkarlıqla yoğrulmuş uzun bir yolun rəmzidir. 14 il əvvəl fəaliyyətə başlayan bu media platforması ilk gündən qarşısına mühüm və məsuliyyətli bir məqsəd qoydu. Oxuculara operativ, dəqiq və obyektiv informasiya çatdırmaq. Zaman keçdikcə bu məqsəd sadəcə bir prinsip olaraq qalmadı. Vətəninfo.az-ın fəaliyyət fəlsəfəsinə çevrildi. Məhz bu sadiqlik sayəsində portal qısa müddət ərzində ölkənin informasiya məkanında özünə məxsus yer tutmağı bacardı və geniş oxucu auditoriyasının etimadını qazandı. Bu 14 illik yol heç də həmişə hamar olmayıb. Media mühitində baş verən sürətli dəyişikliklər, rəqabətin getdikcə artması, informasiya axınının intensivləşməsi və müxtəlif çətinliklər Vətəninfo.az üçün həm sınaq, həm də inkişaf imkanı oldu. Portal bütün bu çətinliklərə baxmayaraq öz prinsipial mövqeyindən geri çəkilmədi. Obyektivlik və qərəzsizlik həddini qoruyaraq fəaliyyətini davam etdirdi. Vətəninfo.az təkcə gündəlik xəbərlərin yayımlandığı bir platforma deyil. Bu portal illər ərzində ictimai-siyasi proseslərin işıqlandırılmasında, sosial problemlərin gündəmə gətirilməsində, analitik düşüncənin formalaşmasında və müxtəlif baxış bucaqlarının təqdim olunmasında mühüm rol oynayıb. Dərin təhlillər, maraqlı müsahibələr və aktual mövzulara həsr olunmuş yazılar vasitəsilə oxucuların diqqətini cəlb etməyi bacarıb və onları düşündürən, müzakirəyə sövq edən bir media tribunasına çevrilib. Bu illər ərzində portalın uğurunun arxasında dayanan əsas qüvvə şübhəsiz ki, peşəkar jurnalistlər, redaktorlar və media əməkdaşlarıdır. Onların yorulmaz əməyi, məsuliyyət hissi və peşə sevgisi sayəsində minlərlə xəbər, reportaj və analitik material hazırlanaraq oxuculara təqdim olunub. Hər bir yazı, hər bir xəbər bu kollektivin fədakarlığının və sözü olan hörmətinin bariz nümunəsidir. 14 illik fəaliyyət həm də təcrübə, yenilənmə və inkişaf tarixidir. Rəqəmsal texnologiyaların sürətlə dəyişdiyi, informasiya istehlakının yeni formalar aldığı bir dövrdə Vətəninfo.az zamanın nəbzini tutmağı bacarıb. Portal daim özünü yeniləyərək, müasir çağırışlara uyğunlaşaraq və oxucuların artan tələbatını nəzərə alaraq fəaliyyətini təkmilləşdirməyə çalışıb. Bu isə onun gələcəyə inamla baxmasına əsas verir. Bugün 14 yaşını qeyd edən Vətəninfo.az yalnız keçmiş uğurlarını deyil, həm də gələcək hədəflərini düşünən bir media orqanıdır. Qarşıdakı illərdə də informasiya məkanında öz sözünü demək, cəmiyyət üçün əhəmiyyətli mövzuları gündəmə gətirmək və oxucuların etimadını qorumaq kimi ali missiyasını davam etdirəcəyinə şübhə yoxdur. Bu əlamətdar gün münasibətilə Vətəninfo.az kollektivini, onun bütün əməkdaşlarını və fəaliyyətinə dəstək verən tərəfdaşları səmimi qəlbdən təbrik edirik. Onlara yeni uğurlar, yaradıcılıq ilhamı və davamlı inkişaf arzulayırıq. Qoy bu 14 illik yol daha böyük zirvələrə aparan bir başlanğıc olsun.